Adi qəbildən olmayan Həmkarlarımla üz-üzə kitabı oxucuların siyasi-ictimai ədəbi insan kimi tanıdıqları Elmira xanım Axundovanı verdiyi müsahibələrlə həyatı, valideynləri, doğmaları və məşğuliyyətləri ilə də bir başqa cür tanıyacaqlar. Oxuyun, əziz kitab sevərlər. Elmira xanımın kitabları oxucu sarıdan korluq çəkməsə də, biz öz növbəmizdə dərin hörmət və ehtiram olaraq hər kəsi bu kitablara üz tutmağa səsləyirik. Cavanlıqda ateist olmusunuz, bəs indi Allaha inanıram. Hər yuxudan duranda deyirəm ki, ay Allah, sənə min şükür gözlərimizi açdıq. Mən Heydər Əliyevlə ümrə ziyarətində olmuşam. Oradan gətirdiyim üzüyü 25 ildir barmağımdan çıxarmıram. Kəbənin içərisinə girən seçmə insanlardanam. 10.000 insandan biri ora girə bilir. Orada hönkürüb ağlamışam. Deməli, Allah məni eşidib və həccimi qəbul edib. Allaha da, İsa'ya da, Musa'ya da, Xristianlığa da, Bibliyaya da inanıram. Məhəmməd Peyğəmbər bütün dinləri birləşdirib, güclü və möhtəşəm din yaradıb. Lev Tolstoy kimi böyük mütəfəkkir İslamı seçib. İndi bunu inkar edirlər, amma o İslamı qəbul etmək istəyirdi. Belə misallar onlarladır. İndi İslama görə səlib yürüyüşü elan edirlər. Çünki bu din hamı tərəfindən qəbul edilir və hamı deyir ki, ən güclü və bəşəri dindir. 1000 il qabaq yazılanlar indi elmdə də təsdiq olunur. İnanıram ki, Quran ilahi qüvvədən gəlib. O qüdrəti Məkkədə, Mədinədə görmüşəm. 3 milyard adam haqsızlığa qarşı ölümə də getməyə hazırdırsa, deməli bu din nədənsə xəbər verir. İnamsız yaşamaq çətindir. Allah böyükdür. Bunu öz həyatımda hiss etmişəm.